Salam, önceki illərin 9-cu sinif buraxılış imtahanında istifadə olunan bir sual nümunəsinin izahına baxaq. Deməli, modulda 2-3y kiçik bərabər 5 bərabərsizliyinin ən kiçik tam qiymətini bizdən soruşur. Deməli, birinci biz nə edəcəyik? Modul ifadənin içərisində yerləşən ədədimiz -5 aralığında ədədlər ola bilər. Ona görə biz 2-3y -5 aralığında olduğu üçün -5-dən böyük qiymət ala bilər. Bir də 2-3y 5-dən kiçik qiymət ala bilər. Deməli, 2-3y böyük bərabər -5-i həll etsək, hər iki tərəfdən 2-ni çıxsa, biz -3y böyük bərabərdir. -5 çıxılsın 2, yəni -7-yə bərabər olacaq. Y isə əgər dəyişənin önündə mənfi dayanarsa, o zaman bizim işarəmiz əksinə dəyişəcək. -7-ni -3-ə bölündükdə isə 7 bölünsün 3, yəni 2/3-də 1 qalmış olacaq. Digər tərəfdə 2-3y kiçik bərabər 5-də, yenidən biz -3y olduğu kimi saxlayırıq, hər tərəfdən 2-ni çıxırıq. Nəticədə 3 alınacaq, y-in önü mənfi olduğu için işarəmiz əksinə dəyişmiş olacaq. 3-ü -3-ə bölsək cavab -1 etmiş olacaq. Deməli bizim alacağımız ədəd -1-dən böyük, 2/3-də 1-dən isə kiçik olmalıdır. Bu aralığı biz bu şəkildə qeyd edə bilərik. -1-dən 2/3-də 1 daxil olmaqla aralıqda yerləşən ədədlər. Və bu zaman bizdə ən kiçik həllimiz isə bu aralıqda elə -1-in özü olmuş olacaq. Ən kiçik tam həllimiz.